Herkese salam, kanalıma xoş gəlmisiniz. Bu gün sizlə çox enerjili, sevgi dolu bir günümüzü paylaşacağım. Eğer hələ də kanalıma abunə olmamışsınızsa, elə indi bu dəqiqə abunə olun və bildirişləri aktiv edin ki, yeni videoları qaçırmayasınız. Bu gün qızımla şəhərə gedirik. Gəzəcəyik, əylənəcəyik, biraz da alış-veriş eləməyi nəzərdə tutmuşuq. Günün sonunda isə sizlə nə qədər pul xərclədiyimizi bölüşəcəm. Və siz uşağınızla çıxanda adətən nə qədər pul xərcləyirsiniz? Rəylərdə yazın, çox maraqlıdır. Görək ən qənaətçilimiz kimdir, ən bədxərcimiz kimdir? Nur, hara gedirsən Nur? Bəbələrə baxmağa. Nə keçəksən? Hər dəfə Nurla evdən çıxanda içimdə bir həyəcan olur. Çünki onunla gəzmək mənim üçün çox qiymətlidir, çox dəyərlidir. Sanki dünyanı onun gözündən yenidən kəşf eləyirəm kimi gəlir mənə. Bugün şansımızdan hava da çox qəşəng idi. Heç deməzsən ki, payız fəslidir. Yaz fəslinə daha çox bənzəyirdi. Buludlar da belə çox qəşəng görünürdü. Hara gedirsən? İndi bəbələrə baxmağa gedəcəyik. Sonra yaxşı. Bugün Qoğal tamaşasına baxmaq üçün Kukla teatrına gedirik. Tamaşa saat 12-də başlayacaq. Biz biraz tez çıxmışdıq ki, tələsməyək. Teatrın qarşısına çatanda hələ saat 12-nin yarısı idi. Biraz tez gəlmişik, ona görə də ətrafı baxmaq üçün vaxtımız var idi. Teatrın yaxınlığında karusellər var idi və təbii ki, Nur da vaxt itirmədən bu karusellərə tərəf yönəldi. Burada ən çox xoşuma gələn oldu ki, az yaşlı uşaqları da nəzərə alıblar. Valideynlə birlikdə girişə icazə var. Uşaq üçün bilet alırsan və valideyn ödənişsiz olaraq yanında əyləşə bilir. Bir bilet aldıq. Biletin qiyməti 3 manat idi. Karusel fırlanmağa başlayanda sanki dünya biraz dayanmış kimi olur. Yuxarıdan şəhər başqa görünür, hava başqa, insanlar başqa. Düşünürəm ki, hər insan karusellərin yanından keçəndə və ya karuselə minəndə öz uşaqlığını xatırlayır. Bəzən yaşaya bildiyi, bəzən yaşaya bilmədiyi uşaqlığı. Və mən bunu 90-cı illərdə doğulan indiki valideynlərdə çox hiss eləmişəm ki, uşaq vaxtı özünün yaşaya bilmədiyi hər şeyi çalışır ki, öz övladına yaşatsın. Hətta sosial şəbəkələrdə filan qarşıma çıxanda görürəm ki, 90-cı illərin uşaqları sanki eyni uşaqlığı yaşayıblar. Ayrı-ayrı yerlərdə, amma eyni uşaqlığı. Kim nə deyir desin, mənə görə gənc nəsil valideynlər daha qayğıkeş, daha səmimi, daha mehriban, daha sevgisini göstərə bilən valideynlərdir. Karuseldən sonra isə teatra keçdik. Biz teatra keçəndə tamaşanın başlamasına 10 dəqiqə qalırdı. Qoğal tamaşasının bileti 5 manat idi. Nur qucağımda oturduğu üçün ona bilet tələb olunmurdu. Nur artıq 5-ci dəfədir ki, Kukla teatrında bir tamaşaya gəlir. Hər dəfə də eyni həyəcanla yanaşır, ona çox maraqlı gəlir. Kukla teatrında ən bəyənmədiyim nüans oturacaqların düzülüşüdür. Arxada əyləşən uşaqların boyları balaca olanda səhnəni görməkdə çətinlik çəkirlər. Düzdür, orada səhnəni görmək üçün altlarına qoymaq üçün yastıq verilir, amma yenə də bu kifayət eləmir. Getdik, qurtardı. Mənə görə teatr uşaqlar üçün çox vacib bir təcrübədir. Onlar orada səbr etməyi, dinləməyi, diqqət toplamağı, duyğularını ifadə etməyi öyrənirlər. Eyni zamanda teatr uşaqların təxəyyülünü genişləndirir. Nur tamaşa boyunca diqqətlə baxırdı, səhnədəki rənglərə, musiqilərə valeh olmuşdu. Mənim üçün də çox xoş bir təcrübə oldu. Hərdən mən də səhnədəki hadisələri elə qapılıram ki, unuduram ki, böyüyəm. Tamaşadan sonra biraz şəkillər çəkdik. Nurun sevinci, gülüşü o qədər təmiz idi ki, elə bil bu günün enerjisini o da hiss eləyirdi.
Nur elə attraksiyonlara, elə karusellərə minmək istəyirdi ki, bu yaşımda mən belə onlara minməkdən qorxuram. Görünür, qızım məndən daha cəsarətlidir. Belə görürəm ki, Nur biraz böyüyəndən sonra bu karusellərə minməmək üçün bir lüksüm olmayacaq artıq. Sonra Nur gedib bir karuselin qarşısında dayandı. Bu mənə görə çox qorxuludur. Nur sanki özünü də o karuselin içində hiss eləyirdi. Yəqin ki, bir neçə ilə mən də özümü bu karuselin içində tapacağam Nurla bir yerdə. Başını qaldırıb baxmağına baxın hələ bunun. Sonra yaxınlıqda bu attraksiyon gördük. Bilet yenə də 3 manat idi. Nur mindi, mən də kənardan baxırdım. Uşaq vaxtı bu attraksiyonu çox görürdüm. Həm televizorda görürdüm, realda da deyəsən yanından keçmişəm. Çox minmək istəmişəm, amma heç vaxt minməmişəm. Amma indi öz uşağımı bu attraksiyona minmək üçün istəmək başqa bir duyğudur. Bir vaxtlar özümü arzulayırdım, indi isə o arzuları qızım. Hər dəfə qızım üçün nəsə eləyəndə, onu xoşbəxt görəndə anlayıram ki, bu anlar təkcə onun uşaqlığı üçün deyil, mənim ruhum üçün də böyük bir şəfadır. Daha sonra belə bir qatar var idi. Nur buna minmək istəyirdi, amma buna valideyn təbii ki, icazə verməzdilər. Heç icazə versələr də özüm minməzdim, utanardım. Ona görə də ona mindirmədim. Tək bilirdim ki, ağlayacaq. Beləcə biraz piyada yeridi, gözəl havanın dadını çıxardıq. Sonra isə toqquşan maşınları tərəf getdik. Bu attraksiyonda qiyməti 3 manat idi. Uşaq vaxtı toqquşan maşınlara çox minmişəm və həqiqətən də çox xoşlayırdım. Həmişə toqquşan maşınlarda çoxlu növbə olurdu və çox insan olurdu. Amma bulvara yeni attraksiyonlar gətirildiyi üçün bura boş idi bu dəfə. Burada da biletimizi almışıq və növbəmizi gözləyirik. Nur içəri girmək üçün səbirsizlənir, qapını açdırmağa çalışır burada. Maşında bir dəfə dirəyə çırpılandan sonra burada Nur qorxub, həyəcanlıdır. Ona görə üz ifadəsi bu şəkildədir. Yəqin ki, Nurla yox, tək getmiş olsaydım, bütün gün oturub bu mənzərəni izləyəcəkdim. Dənizlə göy üzünün birləşməsindəki o maviliklər bir baxın necə gözəldir. Nur uzaqdan bu oyuncağı görüb, təbii ki, ona tərəf qaçdı. Bu oyuncağın da qiyməti 3 manat idi. Fərqinə vardıq ki, səhərdən bəri yemək yeməmişik və burada gedirik artıq yemək yeməyə. Yorulmusan? Gəl. Qaç. Telefonu bir dirəyə söykədim və ikimizin videolarını çəkdim. Bu arada qeyd eləyin görüm qızımın geyimi xoşunuza gəldimi? Keçən dəfəki Temu kargolarımı açanda bu paltarı göstərmişdim sizə. Hətta ödənişsiz aldığımı da demişdim. Rəylərdə yazın görək qızımın paltarını bəyəndinizmi, xoşunuza gəldimi? Daha sonra McDonald's-a girdik. Nur üçün uşaq menüsü seçdim. Özümdə yüngül bir yeməyə götürdüm. Ümumi hesab 19 manat oldu. Ucuz qiymətə dəniz mənzərəsinə qarşı yemək yedik qızımla birlikdə. Əladır, baxdıdır. Açın. Çıxart gör nədir? Çıxart. Vau! Nədir bu? Bəbə var, baxdım. Nur bəbə yemək yedi. Al kartof da ver yesin. Al. Yedi. Sok da ver, sok da içsin. Bundan da ver içsin. Bundan da içti. Hamısından içti. Şimdi sen de ye. Sonradan bu videoları baxanda özümü çox qəribə hiss elədim. Sanki qızım böyüyüb, birlikdə rəfiqə kimi vaxt keçiririk. Həm uşaqlığımın doya-doya dadını çıxarmaq istəyirəm, həm də tez böyüsün deyə səbirsizlənirəm. Nur. Bəbəni də göstər şəkildə düşsün. Bəbəyə də gül, bəbə.
Nur. Nuru kənardan izləmək mənim üçün çox maraqlıdır. Hər şeydən bir maraq tapır, hər şeyi araşdırır. Uşaqların bu maraq dolu baxışları insanı xatırladır ki, həyatdakı hər şey bir vaxtlar bizə də yeni gəlirdi. Nur burada mənə yeni bir şeylər aldırmağa çalışır, amma uduzmadım çünki bu oyuncaqlar yersiz baha idi. Daha sonra biraz mağazalar gəzdik, Minisoya girdik. Orada hər şey o qədər rəngarəng idi ki, sanki oyuncaqlar dünyasına düşmüşük. Bir makyaj çantası seçdik, çox şirin idi. 5 manata aldıq bunu. Sonra Elsi Waikiki mağazasına girdik, ayaqqabılara baxdıq. Əslində elə fikrimiz ayaqqabı almaq idi, amma sonradan vəziyyət elə gətirdi ki, başqa bir şeylər alıb çıxdıq. Burada ana-bala üzümüzü çəkirik. Nur güzgüyə baxanda özünü o qədər çox bəyənir, özünü o qədər çox nazlayır ki. Əlimdə olan ayaqqabıları seçmişik, geyinib baxırıq. Nurun deyəsən elə də xoşuna gəlmir. Qiyməti 15 manat idi, çox münasibdir. Qiyməti fərqli rəngləri, fərqli modelləri də var idi. Küçəyə geyindirmək də olar, bağçada və ya evdə geyindirmək üçün də münasibdir, uyğundur. Nur bu modelin fərqli rəngini bəyənmişdi, amma çox rəngli olduğu üçün mən xoşuma gəlmədi. Burada da artıq yorulub əldən düşmüş bir ana görürsünüz. Çantamın böyüklüyünə və çantamın içindəkilərə bir baxın. Nur doğulandan bəri kiçik çantaya həsrət qalmışam. Bax. Nur bax. Mamaya bax bir dənə Nur. Nur. Qəşəngdir. Hə? Allah, yaxşı. Güzgüdə bax özünə. Güzgüdə. Buradadır güzgü. Gəl bax bura. Gəl bura bax. Qəşəngdir. Yeni il havasında bir çorap stendi göstərirəm sizə. Yeni ilin gəlişini də səbirsizliklə gözləyirəm. Bu bayram mənim üçün çox xüsusidir, çox sevirəm. Aldığımız məhsullar isə bunlardır. Çorapdır da. Çoraba niyə gülürsən? Burada qızlar üçün çox qəşəng kurtkalar var idi və qiymətləri də həqiqətən çox münasib idi. Nurun qışda geyinmək üçün ki kurtkası olduğu üçün bu il yəqin ki ona kurtka almayacağam. Amma olmasaydı 100% alardım. Çox xoşuma gəldi çünki. Beləliklə biz də ayaqqabı almaq fikrimizdən vaz keçdik. Əvəzində corab və papaq aldıq. Ümumi 18 manat ödədik. Uşaq geyimləri o qədər rəngli və gözəl idi ki, mağazada gəzmək özü bir gəzinti kimidir mənim üçün. Gedək. Gedək evə. Cihana gedək. Yaxşı. Nuş olsun xanım. Nuş olsun. Nədir o? Ha, qarğa. Qarğa, şad xəbər. Son. Mamaya da ver. Ver de mamaya. Ne olur. Ne olur. Ve bir daha mama da yesin. Am. Mamaya am. Mama. Bebeğin yedirtirsən yenə? Popcorn yedi bebe. Nur yedi, nuş olsun Nura. Nur. Getməmək üçün əlindən gələn eləyirsən, fərqindəyəm. Amma saat neçədir yatmamısan? Gəl, evə getməliyik daha. Bəsdir bu qədər. Beləcə günümüz belə bitdi. Həm yorucu idi, həm də xoşbəxt bir gün idi.
Baxaq görək bu gəzintiyə nə qədər pul xərclədik. Karusel 3 manat, teatr 5 manat, at attraksiyonu 3 manat, toqquşan maşını 3 manat, oyuncaq 3 manat, yemək 19 manat, Minnesota makyaj çantası 5 manat, Waikiki-də alış-veriş 18 manat və cəmi 59 manat. Bəli, biz bu gün 59 manat xərclədik, amma inanın bu 59 manatın hər bir qəpiyi xatirəyə çevrildi. Uşaqla gəzintinin ən gözəl tərəfi budur. Xərclədiyin pulu unudursan, yaşadığın an isə yadda qalır. Sağ olun, salamat qalın. İstədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənib rəy yazmağı da unutmayın.